Salam əziz müəllimlər, hörmətli qonaqlar, valideynlər və gələcəyimizin ümidi olan əziz uşaqlar. 1 iyun dünyada uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş suveren Azərbaycanın sabahı uşaqlar, qurulan şəhərlər və azad gələcək adlı tədbirimizi açıq elan edirik. Alqışlarınızla Azərbaycan himni səslənir. Bugün biz burada təkcə bir bayramı deyil, Azərbaycanın sarsılmaz suverenliyini, quruculuq və inkişafın simvolu olan şəhərsalma ilini qeyd edirik. Əziz uşaqlar, bugün sizin gününüzdür. Unutmayın, azad Qarabağda, suveren Azərbaycanda böyümək bir xoşbəxtlikdir. Bayramınız mübarək. Yeryüzünde uşaklar var, rengi kara, rengi sarı. Gelin dostlar, salamlayaq bugün bütün uşaqları. Uşaqlar bizim sevincimizdir. Uşaqlar bizim həyatımızın mənasıdır. Uşaqlar bizim gələcəyimizdir. Uşaqlar bizim həyatımızı şənləndirən, həyatımızı bəzəyən, həyatımızı gözəlləndirən doğma evlatlarımızdır. Hər bir insan üçün uşaqdan istəkli dünyada bir şey ola bilməz.